Qeyri-hökumət təşkilatlarında ixtisaslaşma müşahidə olunur. Bu istiqamətdə Environmental Protection First, yəni ətraf mühitin mühafizəsi ilə bağlı qeyri-hökumət təşkilatının yaradılması buna misaldır və bu təşkilat QT koalisiyası Cənubi Qafqazda təmiz ətraf mühit naminə, həmçinin Ermənistanın qanunsuz olaraq həyata keçirdiyi dağ mədən sənayesi müəssisələrinin Cənubi Qafqaz və Xəzəryanı ölkələrə vurduğu ekoloji zərərin aşkarlanması, ifşa edilməsi ilə bağlı fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri həm də ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında vacib rol oynayır. Bu il qeyri-hökumət təşkilatları tərəfindən Qərbi Azərbaycan həqiqətləri ilə bağlı 51 layihə icra olunacaq. Milli QHT forumu 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma forumu ilə bağlı da işlər görür. Bu məqsədlə artıq mart ayının 12-sində QT koalisiyası yaradılıb, yenə Milli QT forumunun təşəbbüsü ilə